Daxili İşlər Nazirliyinin akademiyasındadır, səhv eləmirəmsə, Bəli, polis bəli. akademiyasında da bir dərslər, təlimləriniz olur orada Bəli, gənc bəli, polislər bəli. üçün. Bu necə bağlıdır? Yəni nə qədər maraqlıdırlar bunda və polisin, hüquq mühafizə orqanlarının belə deyək, nə dərəcədə Bəli. ehtiyacları olur? Ümumiyyətlə mən ilk bizim böyük ustaddan deyim ki, həmin o general polkovnik olan, o bu idman növü ilə 7 ölkə prezidentinin şəxsi can güdənlərini hazırlamışdı. Və bir çox ölkələrində Alfa, Kobra təşkilat kadrlarının xüsusi təyinatlılarını hazırlamışdı, polislər hazırlamışdı. Yəni bu artıq real Aikido'nun formatını o vaxtdan müəyyən eləmişdi ki, bu həm də güc strukturları əməkdaşları üçündür. Və mən də həmin yolu davam elədim. Əslində xüsusi bir müraciətim və yaxud da ki, harasa gəlim mən təlim keçimdə olmadı. Çox sağ olsunlar, artıq ikinci dəfədir ki, hətta bu üçüncü dəfədir, üzr istəyirəm, üçüncü dəfədir ki, Daxili İşlər Nazirliyi tərəfindən dəvət alıram. İkisi polis akademiyasında olub, biri isə digər qurumda olubdu. Və polis akademiyasında kursantlar və rəhbər heyət də çox maraqlı idi bu idman növündə. Düzdür, orada video görüntülərdə biraz sərt davranıram tələbəmlə. Mən fikir verdim, hə. O tələbədir də sizdə, yəni nümunə göstərdiniz. Mənim tələbəm də eyni zamanda mavinimdir. Biri orada mavinimdir, o birisi də məşqçidir. Üçüncü dan qara kəmər ustalarıdır, hər ikisi də illərin idmançılarıdır. Çox adam videoya baxıb narahat oldu ki, onlara bir şey olub. Əslində onlar heç nə olmayıb, nə mənada. Çünki onlar bir dəqiqə sonra özlərinə gəlirlər. Onlar artıq immunitetləri var bu ağrılara və biz nümunəvi şəkildə çıxış edərkən güc strukturları təlimində biraz sərtliyi ortaya qoyuruq əslində. Çünki bu Grandmasterin də göstərişidir ki, güc strukturları ilə işləyəndə sərt mövqeyinizi göstərməlisiniz ki, onlar anlasınlar ki, bunun sərtliyi hara qədər. Bəli, çünki polis cinayətkarla üz-üzə qaldıqda ona heç bir yumşaq yanaşma olmayacaqdır. Yəni bu artıq aydın məsələdir və olmamalıdır. Yəni kompromis olmur orada. Kompromis olmur. İstəyir hərbiçisinizsə, istəyirsə polisinizsə, bu artıq qarşı tərəfindən bilirsiniz ki, ölüm-dirim mübarizəsi də ola bilər. Ona görə də biz sərtliyi qoymuşduq, amma normalda təlimlərimiz elə sərt keçmir. Yəni bəzi məqamlarda ustad dərslərdir. Bəli, qara kəmər heyəti üçün. Amma normal dərslərdirsə, hətta biz gördüyünüz kimi xanımlara belə dərs keçirik, onlara belə şiddətli ağrı vermərik. Yəni. Və gənc polislər bundan necə nəticə çıxardırlar? Sonra sualları olurmu, maraqlıdırlarmı? İndi baxırlar, izləyirlər, aydın məsələdir. Amma nə dərəcədə maraqlıdırlar? Mən sizə deyim ki, açığı mən təəccübləndim. Çünki onlar həm baxdılar, izlədilər, sonra da həmin texnikaları tətbiq etdilər və çox yaxşı götürmə qabiliyyətləri var idi. Mən də orada rəhbərlikdən soruşdum, onlar dedilər ki, bəli, onlar çox maraqlıdırlar idmanda. Ona görə siz nə desəz, onu o dərhal öyrəndilər. Hətta çox sevindirici haldır ki, mən sosial şəbəkələrə həmin o videoları yerləşdirdim. Hələ bir neçəsi də var ki, önümüzdəki zamanda yerləşdirəcəm. Həmin o videoları yerləşdirəndə neçə valideyn orada yazdı ki, həmin o kursantların valideynləri şəxsən o videonun qarşılarına çıxıb yazıblar ki, bəs çox sağ olun ki, belə bir tədbir keçirdiniz, belə bir təlim oldu. Övladımız sizdən danışır ki, təlimdən aldığı təəssürat çox xoş olub. Hə, bu çox maraqlı, çox gözəl göstəricidir. Bəli, o mən də heç gözləmirdim. Hətta valideynlərini tapıb yazmağı çox belə həm maraqlı idi, həm də qismən adamı kövrəldir ki, doğru yoldadır. Yox, stimuldur, yəni motivasiyadır, böyük motivasiyadır ki, insanlar bundan dərs çıxardırlar və nə qədər maraqlı olsalar fərqi yoxdur, istər real Aikido olsun digər. Yəni əsas odur ki, polislər bu dəyər verirlər. Xüsusən də onlara lazım olan bir idman növüdür. Bəli, bəli.